Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub. Yeni Sabah az məlumat verir ki, bu Prezident İlham Əliyevin təsdiqlədiyi əlilliyi olan şəxslərin hüquqları haqqında qanuna əlavə olunan yeni 12 birinci maddədə əksini tapıb. Qanuna əsasən dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi vaxtı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan İşarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları prime time vaxtı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan İşarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan İşarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq olunur. Azərbaycan İşarət dili eşitmə qabiliyyəti tam məhdud olan Azərbaycan dilli şəxslərin qollar, əllər və barmaqlardan eyni vaxtda istifadə edilməklə fikirlərini ifadə etməsidir.